O bəzi kişilər var, görürsən ki, arvaddan dəyirman kimi üyüdürlər, süzürlər, stillər. Arvad desə ki, 10 gün su başına getmə, qorxusundan ağzına da 10 getsin. 10 gün özünü sıxıb saxlayacaq, amma mümkün deyil ki, arvadın bir dediyin iki eləsin. O kişilər çıxırlar çöldə, bayırda, elə genəlirlər, belə gəzə-gəzə kişilikdən söhbət edirlər. Adamın konkret əti tökülür, and ola Allaha. Az qalsan deyəsən ki, bir ki, dünənlərim kravatın altına girən qorxudan sən deyildin. 10 günü təhvil verib 11-ci günü su başına gedən sən deyildin. Nə genəlirsən, nə cırılırsan. Düzdür, arvaddan qorxmaq lazımdır. Arvaddan qorxmayan, bir ki, həyatı ilə klas oynayır, belə bir şeydir. Amma o qorxmaq hara, genəlmək hara. Və üst-üstə düşməyə uyğun gəlmir. Ədə, neçələnləyirsən orada boş-boş? Deməmişəm sənə bayra çıxma, tez ol evə gəl. Gələm, yaxşı, gəl. İmkan verməz ha, iki kəlmə söhbətimiz eləyək. Ya deyəcək gəl zibil at, ya deyəcək get çörək al, ya da deyəcək ki, gəl otur evdə. Evə gəl, tez ol. Gəldim.